Bəzi yazarlar var ki, onları oxumamağın boşluğunu daim öz həyatında hiss etmək olur. Dahi Rus yazıcısı Fyodor Dostoyevski də tarixdə özünə məxsus yol tapmış və insanların həyatında böyük rol oynamış bu cür yazıçılardandır. Onun bir çox əsəri dövrün xüsusiyyətlərini, insanların əsl xislətini açır. Həyatla bağlı yarımçıq suallarımızı cavablayır. Əziz kitabsevərlər, bugün təqdim etdiyimiz Dostoyevskinin Dayının yuxusu əsəri də bu qəbildən olan nümunələrdəndir. Əsərin mərkəzində yaşlı, varlı və iradəsiz bir knyaz dayanır. Şəhərin ən hiləgər qadınlarından biri də knyazı öz cavan qızı ilə evləndirməyə çalışır. Bu yolla həmin xanım özünə cəmiyyətin yüksək təbəqələrində yer edəcəyinə inanır. Lakin knyaz evlilik razılığını yarı yuxulu, huşsuz bir vəziyyətdə verir. Sonradan məlum olur ki, bu razılıq əslində bir yuxunun nəticəsidir. Əsərdə cəmiyyətin saxtalığı və ikiyüzlülüyü, pul və status naminə edilən manipulyasiyalar, insan zəifliyi və iradəsizlik kimi incə məqamlara toxunulsa da, kitab faciəvi yox, ironik və gülüş doğuran üslubdadır. Amma bu yumorun arxasında Dostoyevskiyə xas sosial tənqid dayanır. Əziz tamaşaçılar, hər birinizi Dayının yuxusuna baş çəkməyə dəvət edirəm və hər zamanki kimi sağlıqla qalın, kitabla qalın.